Salamlar, vaxtınız xeyir olsun Azad Region TV izləyiciləri. 9 may 2026-cı il tarixində Azad Region TV Şuşa şəhərindədir. Bu günləri hər birimizə məlumdur ki, faşizm üzərində qələbənin 81-ci il dönümü qeyd olunur. Dünən 8 may tarixində 1992-ci ildə Şuşanın işğal günü idi. Artıq bizim igid oğlanlarımız, qəhrəman oğlanlarımız bizə bu zəfəri yaşatdılar. Artıq biz Şuşanı azad bir Şuşa kimi, azad bir Qarabağ kimi qeyd edirik və tariximizi də heç bir zaman unutmamalıyıq. Bugün də qeyd etdiyim kimi 9 may faşizm üzərində qələbənin 81-ci il dönümüdür. Sabahları 10 may ulu öndərimiz Azərbaycana müstəqilliyini qoruyan, Azərbaycanın müstəqilliyini gələcək nəsillərə bəxş edən Ulu Öndər Heydər Əlizoğlu Əliyevin doğum günüdür. Anadan olmasından 103 il ötür. Mənim əzizlərim, mənim əziz həmvətənlərim və bu dağlar bizim dağlar. Bu dağlar Şuşa dağları, Qarabağ dağları. Azad Şuşadan mən sizləri salamlayıram. Artıq Azərbaycanımızın demək olar ki, sakinləri istənilən rayondan Qarabağımızı səyahət edirlər, Qarabağımızı ziyarət edirlər, öz sevinclərini bölüşürlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah qazilərimizi qorusun, vətən uğrunda canından keçən igidlərimiz bizim hər zaman qəlbimizdədir. Yayın istisində, qışın soyuğunda silaha sarılan, vətənin keşiyində dayanan əskərlərimizi uca Rəbbim qorusun. Dövlətimiz, dövlətçiliyimiz var olsun. Yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır. Çəkilişimizi digər ərazilərimizdə davam etdirəcəyik. Bəli, bura bizim qaladır. Bura Azərbaycanın dilbər gölşəsi olan Qarabağın gözü Şuşa.